Bəzən elə olur ki, həyat səni tam ortadan iki yerə bölür. Bir tərəfin düz deyir, o biri tərəfin dəq yox belə olmalıydı deyir və sən ortada qalırsan sanki gələcəyin Wi-Fi siqnalı zəifləyib, keçmiş isə hələ də yenilənməyib. İnsanlar bir paradoksdur. Nə qədər az bildiklərini bildikcə bir o qədər ağıllı görünürlər. Nə qədər çox danışdıqca bir o qədər az eşidilir səsləri. Və ən qəribəsi hamı dəyişiklik istəyir, amma heç kim ilk dəyişən olmaq istəmir. Biz inqilabları tarix kitabında oxuyuruq, amma əslində hər gün öz şəxsi kiçik inqilablarımızı yaşayırıq. Bir düşüncə dəyişir, taleyin trayektoriyası sürüşür. Bir qərar gecikir, illərin rəngi dəyişir. Bir dəfə susursan həyat sənin adından danışır. Paradoks bundadır ki, insan həmişə nəyisə itirmədən nəyəsə sahib ola bilməyəcəyini anlayır, amma yenə də itirməkdən qorxur. Qorxular isə gizlənib səni idarə edir, elə bil sənin arxasındakı görünməz rejissordur. Gələcəyin qapısı həmişə açıqdır, amma biz keçmişin paslı kilidini sındıra bilmirik. Halbuki hər birimiz bir dəfə öz beynindəki qaranlıq otağın işığını yandırsa tarix yenidən yazılar. İnsan öz içindəki ziddiyyətlərlə barışdıqda uduzmur, əksinə başlayır. Çünki ən böyük qələbələr səssiz olur, ən gürültülü dəyişiklik isə insanın içində baş verir. Və bəzən var yox bir an gəlir, sən özünün